Ay bala, azdır o skvoznyakda, xəstələnəcəksən. Doğrudan, bu cür xəstələnmək mümkündürmü? Əslində mümkündür, amma burada izaha ehtiyac var. Fikir versəniz, uzun müddət soyuq və yaxud da küləkli bir yerdə durduğumuz zaman ağzımız, burnumuz quruyur. Amma isti çay içəndən sonra və yaxud da ki, isti duş qəbul edəndən sonra hər şey normaldaydır. Amma niyə? Bunun bir cavabı var. Silikli qiyşa. Qrip birbaşa olaraq viruslarla bağlıdır. Yəni ki, siz bu virusu tutmasanız xəstələnməyəcəksiniz. Lakin burada bir əmma var. Uzun müddət soyuq yerdə qaldığımız zaman virusların ən çox girməyi sevdiyi dəlik, yəni burun dəliyimizin daxilindəki silikli qiyşa quruyur və viruslar daha rahat daxil olur bədənimizə. Amma necə? Məsələ orasındadır ki, burnumuzun daxilində və ümumiyyətlə bədənimizdə bütün dəliklərində silikli qiyşa əsl bataqlıq rolunu oynayır və bədənimizə daxil olan viruslar bu bataqlığın içində qalır və heç cürə bədənimizə daxil ola bilmir. Amma əgər bizim silikli qiyşamız qurusa, viruslar rahatlıqla üstündən rahatlıqla keçib bədənimizə daxil olub bizi xəstələndirəcəklər. Ona görə də deyirlər ki, bədəni isti saxlamaq lazımdır. Yəni ki, mamalarımız sən demə düz deyirmiş.